Mən neçə ildir danışıram, xoşlamıram ki, dəqiqədə deyəm, filan kəs İmam Zamanla görüşdü. Bəziləri də bazar açır, deyir, kim desə ki, görüşmüşəm, yalancıdır, inanmıyor. Çox da xoşum gəlmir, amma bəzi insanlar var ki, o qədər elm əhli, mərifət əhli arasında məşhurdular ki, ona şəkkün şübhən yoxdur. Onlardan birindən danışım, söhbətə təbərrük kimi bunu danışıram. Yəni, görün, dəqiq olanda necə olur ki, imam insanla necə münasibət qurur. Gedib çölləri, səhraları gəzməyə ehtiyacı olmur. Bunun adı Seyid Kərim Kəffaşdır. Kəffaş kəfş sözündəndir ayaqqabı. Yəni bu ayaqqabıçıdır. Çarıq yamayır, ayaqqabı dikir. İmam Zamanın aşıqı idi və alimlər, ariflər öz dövründə olan adamlar buna aşıq idilər. Bu özü bir dənə ayaqqabıçıdır. Təhsil də yox, savad da yox. Şeyx Mürtəzə Zahid deyə gəlirdi cümə axşamları onun yanına. O ilə bir yerdə İmam Hüseyni yad edirdi, ikisi çıxıb gedirdi. Onun evinə gəlirdi. Hətta bəzən ona kömək edirlərdi, çünki dolanışıqlı çətin idi. İmam Zamanın hüzuruna çatmış adamdır. Bunu ariflər təsdiq edir deyə danışıram. Özünüz deyən, burada oturanlar şahiddə mən xoşlamıram belə şeylər gündə danışar. Çünki dəqiqliyini yoxlamamış adam gələ belə şeylər danışmasın. Həftədə bir dəfə İmam Zaman deyir, onu ziyarət edirdi. İmam Zaman soruşdu ondan ki, bizi görməsən, məni görməsən, necə olarsan? Dedi, İmam Zamana ki, and olsun Allaha ölərəm, taqətim olmaz yaşamağa. Yəni, belə adamlar var. Hərdən istəyirəm ki, bilək ki, belə adamlar var ki, deyim, mən necə ola bilər, yaşayayım, səni görməyim, mənim dözümüm yoxdur. O yaşayışa dözümüm yoxdur, o yaşayışa taqətim yoxdur. İmam da qəşəng söz deyir, beləsən ki, görürsən. Belə olduğuna görə görürsən. Çünki biz görürük ki, sən mümkün deyil, yaşamağın mümkün deyil, biz özümüz gəlirik. Çünki bütün aləmi vurmuşsan bir-bir və eşqinlə. Bizi gətirirsən öz qapıva. Gəldi bir gün İmam Zaman bunun ayaqqabı dükanına. Gəldi dedi ki, bəs Seyid Kərim, mənim çarıqlarım cığılıb yamaya bilərsən onu. Deyir, baxdı, əmr eləmir ki imam buna, gətirib müştəri kimi gəlir. Baxdı, dedi, ağa, əlimdə işim var, adama söz vermişəm ki, məsələn, 10 dəqiqə gəl götür. İcazə verin, bu işi görüm. İmam deyir, heç nə demir, bu təzdən tikir o iş, ayaqqabını, çarığı. Biraz keçir, imam deyir ki, Seyid Kərim, çarığım cırıqdır, onu tikərsən. Deyir, bu gəlir, qucaqlayır imamı və zarafat eləyir. Zarafat eləyir. Deyir ki, bir də desöz ki, çarığım yırtılıb, bu keçənlərin hamısını deyəcəm ki, sizin axtardığınız imam budur, sizi tanıtdıracam. Zarafat edir, imam təbəssüm eləyir və deyir ona ki, bərəkallah, mən səni imtihan edirdim ki, görüm, nə qədər dəqiq adamsan sözündə. Bəli, mən imamam, amma mənim dediyim din, şəriətim deyir ki, bir adama söz vermirsənsə, onun işini görməlisən. Bu mənə hörmətsizlik deyil. Bu artıq hüquqi bir məsələdir. İnsanın haqqı məsələsidir.